Xoş gördük, hörmətli izləyicilər. Sizinlə Stop Narkotikin efirində görüşürük. Aparıcı mən Ülviyə Şikrova, qonağımız isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən çağırışa qədərki Hazırlıq İdarəsinin rəisi Polkovnik Leytenant Füzuli İsmayılovdur. Füzuli müəllim, ilk öncə dəvətimizi qəbul etdiyiniz üçün sizə təşəkkür edirik. Çox sağ olun, biz də dəvətə görə təşəkkür edirik. Əlbəttə, bugün sizinlə çox önəmli bir mövzunu müzakirə edəcəyik. Öncə bir məsələni bilmək istərdik. 44 günlük Qarabağ savaşından əvvəlki çağırışçılarla müharibədən sonraki çağırışçıların psixoloji durumunu, əhval-ruhiyyəsini müqayisə etsək, hansı qənaətə gələ bilərik? Təşəkkür edirəm. Çox maraqlı sualdır və çox da yerinə düşən sualdır. Biz iftixar hissi ilə həmişə deyə bilərik ki, Azərbaycan gənci ilə, Azərbaycan əskəri ilə, Azərbaycan hərbi qulluqçusu ilə həmişə öyünə bilərik, fəxr edə bilərik. Və bu öyünməyimizin də əsası var. 2020-ci ildə 44 günlük Vətən savaşında, o cümlədən bir qədər önə geçsək, 2016-cı ilin aprelində Azərbaycan əskəri, giziri, zabiti elə bir rücayət göstərib ki, yəni biz hər zaman bax bu gəncliklə Azərbaycan Silahlı Qüvvələrinin şəxsiyyətindən yenə deyirəm, qürur duyub fəxr etməliyik. Bu nöqteyi nəzərdən şübhəsiz ki, Zəfər ordusunda xidmət tam başqadır. Ona görə də indiki gəncliyin əhval-ruhiyyəsi biz bir sıra tədbirlər keçirir, yola salma mərasimləri edirik və orada da həmişə bu məsələni xüsusi vurğuluyoruz ki, bugünkü gənclik xoşbəxt gənclikdir, bəxtəvər gənclikdir ki, onlar Zəfər ordusunda, qalib orduda xidmətə gedirlər. Şübhəsiz ki, qalib ordunun əskəri olmaq hər kəsə nəsib olmur. Ona görə də bugün gedən, əskəri xidmətə gedən, müddətli həqiqi hərbi xidmətə çağırışa gedən, hərbi xidmətə gedən gəncin əhval-ruhiyyəsi təkrar edirəm, tam başqadır. Amma bununla yanaşı biz bir məsələni də xüsusi vurğulamalıyıq ki, 2020-ci ildə Vətən müharibəsinin nə qədər Azərbaycan Silahlı Qüvvələrində aparılan işin nəticəsi idi ki, biz 44 gündə düşmənin bir neçə ilə işğal etdiyi və möhtərəm cənab prezidentimizin vurğuladığı kimi təbii istehkamlardan, hətta düşmənin qurduğu istehkamlardan əlavə təbii istehkamlardan ibarət olan Qarabağımızı və ətraf rayonumuzu cəmi 44 gün azad edə bildik. Və bu bizim silahlı qüvvələrimizin nailiyyətidir, keyfiyyət göstəricisidir. Vaxtilə 90-cı illərdə şəxsiyyəti tam biz hətta yüngül silahlarla təmin edə bilmədiyimiz halda Azərbaycan Silahlı Qüvvələri bir neçə il öncənin statistikası idi ki, hətta elə Vətən müharibəsinə qədərki dövrün statistikası idi, dünyanın 50 nüfuzlu ordusu sırasındaydı. Və bu Silahlı Qüvvələrin mahiyyəti ondan ibarət ki, burada xidmət keçənlərin elə əksəriyyəti gənclərdir. Bax, bu nöqteyi nəzərdən mən bir də o fikrə qayıdıram ki, Azərbaycan gəncliyi, yəni bəlağətsiz olaraq sözün həqiqi mənasında hər zaman öyünülməli, fəxr olmalı gənclikdir. Təkrar da qeyd edirəm ki, bugün hərbi xidmətə gedən gənclərimiz isə xoşbəxt gənclikdir ki, onlar vaxtilə bizim nəsil düşünürdü ki, səngərləri Ağdamdan, Füzulidən, Murovdan keçən səngərləri sərhədimizə daşıyaq. Artıq o missiya həyata keçirilib. Və bugün gedən gəncliyimiz Azərbaycanın bütöv ərazisini, ərazi bütövlüyü tam təmin olunub. Azərbaycan dövlət suverenliyi tam təmin olunub ki, bugün gedən gəncliyimiz suveren Azərbaycanda, ərazi bütövlüyü tam təmin olunmuş Azərbaycanda hərbi xidmət keçirir. Və şübhəsiz ki, onun üzərinə daha böyük missiya düşür, daha böyük məsuliyyət düşür. Çünki o torpaqların azad olması uğrunda biz minlərlə şəhid vermişik. Ona görə də gərək hər bir gənc onun məsuliyyətini dərk eləsin və bugün xidmətini elə qurmalıdır ki, yoldan keçəndə, onu izləyəndə bir şəhid valideyni, şəhid ailə üzvü fəxr eləsin ki, mənim oğlumun, mənim övladımın uğrunda həlak olduğu torpağın bu cür gəncləri var, əskərlər var. Biz bu fikri həmişə gənclərə təlqin edirik və etməliyik də. Və bizim bugün Şuşada, Xankəndində dalğalanan ay ulduzlu, üç rəngli bayrağımızı biz gərək həmişə ucalardan uca saxlayaq. Ona görə də bugünkü gəncliyin üzərinə daha böyük məsuliyyət düşür ki, onlar təkcə bir əskər olaraq müddətin bitməsini gözləməməlidir. Onlar hərbin sirlərini öyrənməlidirlər. Onlar Azərbaycan Silahlı Qüvvələrinin
arsenalındakı çox müasir silahlar var ki, həmin o silah-sursatla yaxından tanış olmalılar və deyim sizə ki, indi həm də artıq bir neçə müddətdir ki, ehtiyatda olan hərbi vəzifəlilərin də təlim toplanışları keçirilir ki, bizim silahlı qüvvələrin arsenalına daxil olan yeni silahlarla tanışdıq üçün və o vərdişləri saxlamaqdan ötürü o təlim toplanışlar da həyata keçirilir. Və bu da bizim, təkrar edirəm ki, məşhur sərkərdələrdən birini dediyi kimi, sülh istəyirsənsə müharibəyə hazır ol məsələsidir ki, silahlı qüvvələrin şəxsi heyətdə istərsə də ehtiyatda olanların hər zaman o döyüş ruhunun yüksək saxlanılması bir missiya olaraq yerinə döyüş yetirməkdədir. hazırlığının hər zaman yüksəkdə saxlanılması. Şübhəsiz ki, elədir ki, var, bəli. Füzuli müəllim, ümumiyyətlə son illərdə hərbi xidmətdən yayınanların sayı artıb yoxsa azalıb? Mən sizə deyim ki, hərbi xidmətdən yayınanların sayı yox, ona ola bilsin ki, müəyyən belə çox nadir hallarda cəhd eləyənlər ola bilər. Amma yayınmaq mümkün deyil, çünki Azərbaycanda hərbi xidmətə çağırış işi qanunvericiliyə tənzimlənir və Azərbaycan Respublikası Konstitusiyasının bütün maddələri demək olar ki, insan hüquq və azadlıqlarının qorunmasına həsr olunur. Bir maddədə isə vətəni müdafiə hər bir vətəndaşın borcudur deyilir. Ona görə də hər kəs o borcunu başa düşür. Amma bəzən olur, müəyyən hallarda olur ki, insanlar belə deyək də bir qədər gec getmək istəyir. Yəni bunu belə deyək, təhsil almaqdan ötürü gec getmək istəyir, təhsilini bitirməkdən ötürü. Bəzən də görürsünüz ki, sadəcə ola bilsin ki, 18 yaşında yox, bir qədər sonra getmək istəyir. Ona görə də cəhd eləyir. Mən ona görə vurğulayıram ki, yəni yayınmaq məsələsi, yəni bu mümkün deyil. Və belə bir faktlar da olmuşdu. Bu barədə mətbuatda da açıqlamışdı ki, yayınmağa cəhd eləyənlər də, onlar da qanunvericiliyin tələbinə uyğun olaraq məsuliyyətə cəlb olunmuşdular. Yəni, amma bunlar çox istisnadırlar. Ümumi bizim gəncliyimizin sayı ilə, ümumi bizim silahlı qüvvələrə çağırılan, silahlı qüvvələrdə hərbi xidmət keçmək üçün çağırılan gənclərimizin sayı ilə sizin qeyd edəcəyiniz məsələ çox belə kəskin fərqlidir. Yəni ona görə ki, bizim gənclərimiz, mən bir məqamı da vurğulayım, elə bu sizin suallarım da müəyyən mənada bir cavab olacaq. 2020-ci ildə Tovuzda o iyul hadisələri olanda ki, düşmən xaincəsinə bir basqın etmişdi bizim Tovuz rayonuna, Azərbaycan ərazisinə. O zaman Cənab Prezidentin bir çağırışı ilə bu rəqəm həmin dövrdə də mətbuatda da açıqlanmışdı, ona görə məxfi deyil. Bir həftənin ərzində 55 min bizim insanımız qeydiyyatdan keçmişdi səfərbərlik xidmətindəki. Mən vətənimi azad etməkdən ötürü hərbi xidmətə getmək istəyirəm. Bax, biz həmin xalqın övladlarıyıq. Və 2020-ci ilin sentyabrın 28-də Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı qüvvəyə mindikdən dərhal sonra biz ünvanlara çağırış vərəqəsini çatdırmaq əvəzinə artıq ünvanlardakı bizim həmin o resurs, həmin o hərbi vəzifəlilərimiz axın-axın səfərbərlik xidmətinin yerli struktur bölmələrinə, xidmətin aparatına gəldilər ki, biz hazırıq. Yəni, bu cür övladı olan ölkədə, təkrar edirəm ki, o yayınmağa cəhd eləyənlər də indi ola bilər, onlar da yaşına, gəncliyinə, düşüncəsinə keçmək olar onlar. Onlar da yenə deyirəm ki, amma onların aparılan iş nəticəsində mütləq qaydada hərbi xidmətə cəlb olunmaları təmin olunur və onlar da hərbi xidmətə gedirlər. Mən sizə deyim ki, elə həmin o gənclərin içərisindən sonra silahlı qüvvələrdə qalıb xidmət edənlər də var. Yəni sonra onlar qalır orada öz xidmətlərini davam elətdirirlər. Hansı ki, ilkin dövrlərdə indi insandır, anlaşılandır. Yəni ümumi götürdükdə isə Azərbaycan gəncinin hərbi xofu yoxdur. Hərçənd ki, tarixə bir ekskurs eləsək də bir yaxşı olardı ki, 1870-ci ildə Çar Rusiyası hərbi nizamnaməyə bir düzəliş eləmişdi ki, dəyişiklik eləmişdi ki, müsəlman əhali hərbi xidmətə çağırılmasın. Və müsəlman əhali təbii ki, Azərbaycanlılar da çağırılmırdı. 1890-cı ildə də bir düzəliş etmişdilər qanunvericiliyə ki, kim xidmətə getmişsə töyücü verməlidir. Mənim günahımdırmı? Məni çağırmışsan və sonra da töyücü alırsan. Və 1918-ci ildə Cümhuriyyət qurulanda çox az sayda bizim zabitlərimizin gücü ilə
qısa müddətdə 40 minlik bir ordu formalaşmışdı. O deməkdir ki, Azərbaycan xalqı nə qədər sülh sevərsə, o cümlədən də hərbi xidməti sevəndir. Və İkinci Dünya müharibəsində bizim 600 min babamız müharibəyə getdi və onun 300 mini qayıtmadı. Yəni biz bu xalqıq. Və təbii ki, sonraki dönəmlərdə aparılan işlər, ordu quruculuğuna hazırlıq prosesi, hətta SSR dövründə 1971-ci ildə Bakıda Naxçıvanski adına hərbi məktəbin açılması, Allah ulu öndərə rəhmət eləsin, çox çətinliklə ona nail olmuş ki, həmin o məktəbin məzunları, o məktəbdə hazırlanan gənclər, sonradan onlar ali hərbi məktəb bitirib, təbii ki, zabit rütbəsi almışlar. Müasir müstəqil Azərbaycan ordu quruculuğunun əsas yükü onların üzərinə düşdü. Yəni, bu prosesləri ona görə xatırladıram ki, bəzən düşmən propagandası idi ki, Azərbaycanlılar, nə bilim, döyüşməkdən qorxurlar və s. və ilə axır. Və Azərbaycan xalqı 2020-ci ildə göstərdi ki, kim qorxur. Həmin o Lovğa erməni ordusunun 12 min fərarisi vardı. Və bizim bir nəfər də olsun nə fərarimiz yoxdur, yəqin ki, heç o fikrə düşənimiz də yoxdur. Bax, bu keyfiyyət göstəricisidir. Bu müqayisədir ki, belə olduğu halda, yenə deyirəm ki, olur və bəzən biz bu barədə də müəyyən statistik məlumatları da açıqlayırıq. O hansı ki, boyun qaçırmağa cəhdlər və s. və ilax məsələlər ki, onların biz belə desək, ümumi o həcmin içərisində çox da böyük olmadığını bir daha vurğulamaq istəyirəm. Füzuli müəllim, təəssüflə qeyd edirik ki, xüsusilə 44 günlük Qarabağ savaşından sonra ölkəmizə qarşı müəyyən qüvvələr tərəfindən açılan narkotik savaşı da ciddi fəsadlar verməkdədir. Bunun isə bir qismi yeniyetmə və gənclər, yəni çağırışçılardır. Bu problem hərbi xidmət prosesinə necə təsir göstərir? Bu da çox ağırlı məsələdir. Deməli, bu istiqamətdə hətta bircə nəfər olsa belə bu ağırlıdır. Bircə nəfər belə həmin o zərərli vərdişin qurbanına çevrilsə belə bizim üçün çoxdur. Çünki biz hər bir vətəndaşımızı cəmiyyətə qazandırmalıyıq. Və doğru vurğulayırsınız ki, Vətən müharibəsindən sonra bizi istəyən dost ölkələrlə yanaşı, bizi istəməyən də kifayət qədər qüvvələr var ki, onlar Azərbaycan gəncinin 2020-ci ildəki cəsarətini, cəsurluğunu, şücaətini görəndən sonra müxtəlif yollarla müdaxilələr eləyərək onlara həm fiziki baxımdan, həm psixoloji, mənəvi baxımdan təsir eləmək istəyirlər. Yəni, bu inkar olunmazdır. Bu, həmin o gəncləri fiziki mənada belə ki, onları zərərli vərdişlərə cəlb etməyə çalışırlar. Bundan ötürü müxtəlif yollara əl atırlar, cəhdlər eləyirlər. Eyni zamanda da artıq dünya o hörümçək torundadır, ovucumuzun içindədir, hər kəsin əlində mobil telefonundadır və oradan da mənəvi psixoloji təsir eləmək istəyirlər. Amma bu işdə hər bir kəsin üzərinə məsuliyyət düşür. Təkcə dövlət qurumlarından nəyisə gözləmək lazım deyil. Hər birimiz bu istiqamətdə biz gənclərimizlə, yeniyetmələrimizlə iş aparmalıyıq. Şübhəsiz ki, onlar cavandırlar, yeniyetmə yaşındadılar. O təsirə düşmə ehtimalları çoxdur. İstər, yenə deyirəm, fiziki mənada o zərərli vərdişlərə yönəldilmək baxımından, eyni zamanda mənəvi, psixoloji mənada, hansı ki, təkrar vurğulayıram ki, dünya hörümçək torundakı prosesləri izləmək onlar üçün çox rahatdır, əlçatandır. Bu nöqteyi nəzərdən də biz mütləq qaydada, belə deyim ki, bir həyəcanlı vəziyyətdə deyil, amma arxayınçılıq üçün də əsas yoxdur. Ona görə də yəni bu istiqamətdə biz öz işimizi aparmalıyıq. Qaldı ki, hərbi xidmətə təsiri, demək olar ki, elə bir təsiri yoxdur onun. Düzdür, hərbi vəzifə və hərbi xidmət haqqında qanunun 15.1 defs 1-ci maddəsində də qeyd olunur ki, narkomanlığın erkən müəyyən edilməsi və profilaktikası məqsədilə müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların çağırış dövründə qeydiyyatda olduqları dövlət tibb müəssisələri tərəfindən icbari narkoloji müayinədən keçilməsi təmin edilir. Və bu təmin edilir, açığı bir də vurğulamaq istəyirəm ki, elə də bir ciddi rəqəmlər aşkarlanmayıb, amma bununla yanaşı təkrar edirəm, hətta bir nəfər aşkarlanıbsa yenə o da çoxdur. Və şübhəsiz ki, belə hal aşkarlandıqda onlar əlavə tibbi müayinəyə göndərilirlər. Əlavə tibbi müayinəyə göndərilir və aidiyyəti üzrə də bu barədə məlumat verilir. Bəzi çağırışçılar psixoloji və mənəvi baxımdan hərbi xidmətə hazır olmurlar. Yəni gənclər arasında belələrdən rast gəlinir. Bu gənclərlə çağırış zamanı psixoloji iş aparılır
Yoxsa onlar elə hərbi xidmət zamanı bişirlər? Yox, bu da maraqlı sualdır. Suallarınıza görə təşəkkür edirəm. Yaxşı məsələlərə toxunursunuz. Əlbəttə, bəs çağırışa qədərki hazırlıq idarəsi var. Görürsünüz, bizim idarənin adı elə çağırışa qədərki hazırlıq idarəsi. Bizim işimiz onlarla elə o çağırışa qədərki hazırlığın aparılmasıdır və bu istiqamətdə də mən burada bir məqamı vurğulayım ki, Respublikanın ayrı-ayrı rayonlarında biz hər ay görüşlər keçiririk. Həmin o yeniyetmələrlə, gələcəyin əsgərləri ilə, gələcəyin çağırışçıları ilə görüşlər keçiririk və bu izah edici söhbətlər aparırıq. Onlarla fikirlərini öyrənirik. O nöqteyi nəzərdən onların o hazırlıq işi xidmət olaraq bizim də diqqətimizdədir. Eyni zamanda, yəni həm də bu xidmətin funksional vəzifəsidir. Eyni zamanda digər dövlət qurumlarının, o cümlədən qeyri-hökumət təşkilatlarının, veteran təşkilatlarının hər birinin diqqətindədir və onlarla iş aparılır. Şübhəsiz ki, yeniyetmələrin bu istiqamətdə o mənəvi psixoloji hazırlığının əsas yükü səfərbərlik və hərbi xidmət çağırış üzrə dövlət xidmətinin üzərinə düşür ki, bizim xidmətin strukturuna daxil olan qurumlar, yəni yerli baş idarə, şöbə bölmələrində də belə onlarla mütəmadi olaraq iş aparılır. Həm məktəblərdə məktəblilərlə keçirilən görüşlər, bax bu görüşlərdə də məsələn narkomaniya yox deyək və digər devizlər altında vətənpərvər Azərbaycan gəncliyi, sağlam gənclik, sağlam gələcək mövzusunda keçirdiyimiz həmin bizim o kütləvi tədbirlərdə hər birinin məqsədi onların həm mənəvi psixoloji hazırlığıdır, həm də eyni zamanda onların o zərərli vərdişlərdən uzaq tutulmasıdır. Mən sizə bir dənə də nümunə danışım. İndi yəqin bizi izləyicilərimiz də izləyəcəklər. Bu çox maraqlı bir faktdır. Bizim görüşlərə gedən zaman İsmail rayonundakı görüşümüzdə Vətən müharibəsi qəhrəmanı, hazırda Naxçıvanski adına hərbi liseyin rəisi polkovnik Anar Mirzəyev iştirak edirdi. Həmin məktəbin də məzunu idi. Anar müəllim Vətən müharibəsində çox ciddi yaralanmışdı və orada öz çıxışında bir məsələni həmin o şagirdlərimizin diqqətinə çatdırdı ki, Anar müəllim yaralanır və təxminən bir neçə gün komada qalır. Komadan ayılanda həkimlərin sualı bu olur ki, siz siqaret çəkirdinizmi? Deyirik, xeyr, mən heç vaxt. Yəni o siqaret özü də zərərli vərdişdir. Mən heç vaxt siqaret çəkməmişəm. Həkimlər deyir ki, siz o cür yaralanmışsınız ki, sizin komadan ayılmanıza bax o siqaret çəkməməyiniz kömək oldu ki, siz siqaret çəksəydiniz, bu cür ağır travmadan, bu cür komadan ayılmaq çətin olacaqdı. Anar mən bunu canlı bir şahid kimi, canlı bir, onu özü yaşamış adam kimi, şahid yox, özü yaşamış canlı nümunə kimi bunu həmin bizim o gəncliyin diqqətinə çatdırdı. Məncə bundan təsirli söz yoxdur. Özü yaşadığını bölüşməkdən təsirli söz yoxdur və bunu demək olar ki, mən bütün görüşlərdə bu misalı hər yerdə çəkirəm. Təbii ki, bütün görüşlərə Anar müəllim bizlə gedə bilmir, amma mən onun bu fikrini, cənab polkovnikin bu fikrini mən gənclərimizə çatdırıram ki, yəni insan öz başına gələni danışır. Hansısa hekayə uydurulmur burada. O nöqteyi nəzərdən də gənclərlə iş apararkən biz mütləq qaydada sağlam gənclik, sağlam gələcək. Nəyə görə? Biz silahlı qüvvələrin keyfiyyətli komplektləşdirilməsini aparırıq. Səfərbərlik və hərbi xidmət çağırış üzrə dövlət xidməti bilirsiniz ki, əvvəllər hərbi komissarlığın bazasında 2012-ci il fevralın 13-də cənab prezident fərmanı ilə yaradılıb və bunun funksional vəzifəsi ondan ibarətdir ki, dinc dövrdə silahlı qüvvələrimizi müddətli həqiqi hərbi xidmət qulluqçuları ilə müharibə dövrdə hərbi vəzifələr, mülki ali və nəqliyyat vasitələri ilə təminatını həyata keçirir və digər funksional vəzifələr var. Təbii ki, mən əsas məqamlara toxunuram. Bu nöqteyi nəzərdən də silahlı qüvvələrin təkcə sayla yox, keyfiyyətli komplektləşdirilməsi. Bax, o keyfiyyətli komplektləşdirmə həm də bizim yüksək ballı gənclərimiz, yüksək bilikli, yüksək təhsilli gənclərimizdir. Mütləq qaydada biz onlarla da hər birindən o iş aparırıq. Mən bir qürur hissi ilə demək istəyirəm ki, dövlət proqramı ilə Böyük Britaniyada çox nüfuzlu bir universitetə qəbul, bilirsiniz, dövlət proqramında seçim çox ciddidir və orada nüfuzlu bir universitetə qəbul olmuş bizim bir tələbə dostumuz hələ 1-ci kursda oxuyur. Atası vasitəsilə müraciət edir ki, gələcəkdə xidmət üçün, hərbi xidmət üçün və s. və ilə sualları soruşur. Mən soruşuram ki, bizim cavan dostumuz neçənci kursda oxuyur ki, mən düşünürəm, yəni sonuncu kursda deyil, 1-ci kursda. Deyirəm ki, maşallah olsun. Britaniyada adam 1-ci kursda təhsil alır, amma bir neçə il sonra hərbi xidməti ilə bağlı suallar maraqlandırır onu. Bu sevinilməli haldır.
Bax, bu keyfiyyətdir. Keyfiyyətli komplektləşmə deyərkən biz fəxr edirik ki, o cür ali təhsilli gənc sabah bizim silahlı qüvvələrimizin əsgəri olacaq, xidmət keçəcək, hərbi qulluqçu kimi xidmət keçəcək. Bax, bu məsələlər də təbii ki, yenə təkrar edirəm, gənclərimizə bir örnək veriləcək nümunələrdir. Və sağ olun ki, belə bir mövzuya diqqət ayırmısınız. Elə bunun özü də həm də o gəncliyin mənəvi psixoloji hazırlığına dəstək məqsədi ilə elə hesab edirik ki, çox lazımlı bir məsələdir. Qeyd etdiyiniz məsələ həqiqətən də o hansı ki dediniz, tələbə oğlan artıq əsgəri ilə maraqlanır. Çox sevindiricidir. Bayaq siz toxundunuz ki, gənclər həkim yoxlanışından keçirlər. Mütləq qaydada. Narkotiklə bağlı məsələdə. Bəs ümumiyyətlə qanun müstəvisində əgər belə hal aşkarlanırsa necə həll olunmalıdır? Möhlət hüquq almalıdır? Belədir. Bütün təkrar edirəm ki, hərbi xidmətə çağırır və hərbi xidmət bunun hamısı qanunvericiliyə tədbirlər. Qeyd etdiyimiz kimi, hərbi vəzifə və hərbi xidmət haqqında qanunda öhdəlik müəyyən olunur ki, çağırışlar narkoloji dövlət tibb müəssisələri tərəfindən icbari narkoloji müayinədən keçirilir. İcbari. Və bu aşkarlanarsa mütləq qaydada əlavə müayinəyə göndərilir. Aidiyyəti üzrə məlumat verilir. Əlavə müayinəyə göndərildikdən sonra artıq həkim rəyindən asılı olaraq onların o möhlət məsələləri müəyyən olunur. Yəni mütləq qaydada həkim rəyi burada son sözü deyən o olur. Üzr istəyirəm, biz artıq ərazi bütövlüyümüzü bərpa eləmişik və qarşıda bizi hansısa real müharibə gözləmir. Bu isə belə bir qənaət formalaşdırır ki, çağırışların sayını azaltmaq üçün müxtəlif tədbirlər görmək olar. Məsələn, pullu xidmət, bu haqda müzakirə də gedirdi bir aralar. Yaxud da Qonşu Gürcüstanda olduğu kimi 2 gün evdə, 2 gün hərbi hissədə olmaq. Bu haqda hər hansısa yenilik gözlənilir? Bugün belə bir məsələ gündəmdə yoxdur. Yəni konkret olaraq onu deyə bilərəm ki, və şübhəsiz ki, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə dövlət xidməti müvafiq mərkəzi icra hakimiyyəti orqanı. Gələcəkdə hansısa bir qərar qəbul olunacaqsa, qanun qəbul olunacaqsa, o qanun icrası həyata keçiriləcək. Amma dediyiniz məsələ bugün nə kullarlarda, nə də ki, aktuallıqda gündəmdə deyil. Üzr biz qeyd etdik ki, çağırış yaşa çatanlar arasında xeyriyyətli narkotik asılısı var. Sizcə, yeniyetmə və gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə alınması, zərərli vərişdən uzaq durması və s. dövlətdən, ailədən, məktəbdən, yoxsa ətraf mühitdən asılıdır və bunu necə koordinasiya etməliyik? Siz də toxundunuz, amma... Hamımızdan asılıdır. Hamımızdan, hər birimizdən asılıdır. Yəni, şübhəsiz ki, dövlət qurumlarından, ailədən, məktəbdən, ətraf mühitindən, görkəmli yazıçılardan birinin sözü idi ki, deyirdi ki, uşaqlar ailələrin yox, ətraf mühitin övladlarıdır. Yəni, mühitin övladı məsələsi odur ki, hər birimizin üzərinə məsuliyyət qoyur. Bəzən biz nə edirik? Bilirik ki, qonşunun övladı bir zərərli vərdişdə yolxub, yönəlib. Amma biz onu ailəsinə bildirməklə, aidiyyatı, nə bilim, qaynar xəttlər var, tutaq ki, onunla bağlı məlumat verib, onun cəlb edib müalicəsini təşkil edir. Erkən yaşında bunun profilaktik olaraq qarşısını almaqla bağlı düşünürük ki, xəbərçilik olar, qonşu nə fikirləşər və s. və ilə axır. Biz onu itiririk. Bilirsiniz, o odun çınqısı geçdiz, digər ailəyə də düşəcək. Çünki bu elə bir məsələdir ki, bayaq dediyimiz kimi, onun arxasında müəyyən maraqlı qüvvələr dayanırlar. O bizim dövləti, bizim gəncliyi sevməyən insanlar dayanır onun arxasında və onlar həmin o yoluxdurduqları gəncin vasitəsilə digərlərini də cəlb edəcəklər. Biz bunu düşünməliyik. Biz təkcə hesab eləməməliyik ki, qapımızı, pəncərəmizi bağlamışıq və içəridə bizə heç nə olmayacaq. O çöldəki od istər-istəməz o pəncərədən keçəcək. Ona görə də hər kəsin üzərinə məsuliyyət düşür bu məsələdə və heç kim bundan çəkinməməlidir. Şübhəsiz ki, ən azı həmin uşağın təhsil aldığı məktəbin müdiriyyətinə bu barədə məlumat vermək lazım. Artıq öz qaydasında hər öz vəzifəsini bilir. Məlumat vermək lazım ki, bax, bu şagirddə belə bir məsələlər müşahidə olunur. Biz bir gəncə əgər cəmiyyətə qazandıra biliriksə, bizim böyük nailiyyətimiz budur. İtirməyə nə var ki? Mütləq qaydada biz elə iş aparmalıyıq ki, bir nəfərimiz belə, təkrar edirəm ki, o istiqamətə düşməsin. Hətta bir nəfər əgər yolxursa, həmin o zərərli vərdişə, bu çoxdur. Yəni, burada hətta yüzləri, minləri mən qoyuram qırağa. Bircə nəfər də belə çoxdur. O nöqteyi nəzərdən də təkcə hər şeyi dövlət qurumundan gözləmək məncə düzgün deyildir. Ona görə çünki cəmiyyət
özü o ictimai mübarizəni həmişə öndə tutmalıdır. Bu nöqteyi nəzərdən dövlətin də, vətəndaşın da, ətraf mühitin də, ailənin də, məktəbin də, müəllimin də, həkimin də, mühəndisin də hər birinin bu məsələdə məsuliyyəti var. Bax, bu nöqteyi nəzərdən hər birimiz bu istiqamətdə elə iş aparmalıyıq ki, o cür müqəddəs bir müharibəni qalibiyyətlə başa vuran gəncliyin bir nəfərini də biz itirməməliyik. Mən bayaq təkrar elədim ki, adi siqaret çəksəydi biz bir görkəmli zabitimizi itirəcəkdik. Amma yəni onun o zərərli vərdişdən uzaq olmağı, onun aldığı o tərbiyə onun həyatını xilas elədi. Və biz bunu bu cür təbliğatı məktəblərə, gənclərə çatdırmalıyıq. Bəzən təsadüfən keçəndə hansısa küçədə yeniyetmə yaşında uşaqların mən əlində siqaret görəndə mən onlarla çalışıram, bir ünsiyyət quram. Söhbət eləyəm ki, nəyə görə siz onu edirsiniz? Bilirsiniz, erkənlik dövründə, erkən yaşında bəzən bunlar özlərinin bir artıq mən böyümüşəm deyərəkdən o siqaret filan meylənirlər və özlərinin sanki yetişmiş hesab edirlər ki, artıq bunlar. Doğru. Yəni bu sadəcə psixoloji mərhələdir. Həmin mərhələdən biz onu ötüşdürə bilsək, o birazdan sonra ona cəhd eləməyəcək, getməyəcək. Amma təkrar edirəm ki, biz buna görməzdən gəlməməliyik. Çox ciddi və isti yanaşmalıyıq. Çünki narkoman təkcə özünü məhv eləmir. Ağ ölüm. Bu təkcə bir gəncin məhvi deyil, bir ailənin məhvidir. Və o bir ailənin məhvi eyni zamanda qonşunun məhvidir. Çünki narkotikaya qurşanan adamlar yəqin hər birimiz eşidirik. Çünki siz kütləvi informasiya vasitələrdə bu barədə məlumat verirsiniz. Mediada bu haqqında gedir ki, bəzən öz valideyni həddə qaldırır. Görün hansı həddə gəlir çatır ki, o görün necə bəladır ki, İnsanın həyatda ən əzizi kimdir? Onun valideynləridir, onun övladlarıdır, onun doğmasıdır. Bu necə bunu hansı həddə çatdırır ki, öz doğmasına, onu dünyaya gətirən, onu böyüdən, onu gecələr yuxusuz qalıb onu yetişdirən valideynə qaldırır. Bax, budur. Ona görə də biz mütləq qaydada erkən yaşda belə bir hallarla rastlaşanda elə dövlət orqanına məlumat verməliyik. Dövlət orqanı artıq onu özü tədbirini görəcək. Onun o qarşısını alması istiqamətində işə həyata keçirəcək. Amma dövlət hər kəsin məhəlləsində, evində olanı gəlib izləməsi bu biraz real görünmür, deyilmi? Doğrudur, doğrudur. Sonda gələcəyin əskəri, zabit olacaq yeniyetmə və gənclərimizə nə kimi çağırış edərdiniz? Mən əslində gəncliyə elə ürəkdən tövsiyəm odur ki, onlar peşə seçəndə hərbi peşəni seçsinlər. Hərbi xidmət biraz bəlkə də belə el dilində çıxacaq bir kişilik məktəbdir. Və hərbi xidmət keçmişlərlə keçməmişlərin arasında özləri bir müqayisə etsələr də görəcəklər ki, həqiqət budur. Və bir müddət əvvəl hətta yəni bu ənənə bizdə də vardı. İndi yoldaşlar belə bir fikir səsləndirir. Türkiyədə də vardı ki, hərbi xidmət keçməyənə qız vermirlər. Bəli, bəli. Yəni biz təkrar edirəm ki, elə bir nəsil, elə bir dövrün insanlarıyıq ki, ona görə də hərbi sahəyə dövlətin diqqəti kifayət qədərdir. O cümlədən hərbi peşələrin məncə ən alisidir, ən dəyərlisidir. Ən şərəflisidir, bəli, çox sağ olun. Ona görə də peşə seçərkən gənclik özünün gələcək istiqamətini müəyyənləşdirərkən hərbi peşəyə gələ bilər. Bizim Milli Müdafiə Universitetimiz var. Çox keyfiyyətli təhsil verən Milli Müdafiə Universitetimiz var. Hərbi kolleclərimiz var. Naxçıvanski adına hərbi lisey var. Orada 10-11-ci siniflərdə təhsil alırlar. Yəni 2 sinif oxuyurlar. Sonradan oranın məzunları hərbi məktəblərdə gedib davam elətdirə bilərlər. Yəni o məktəblərdə də mən sizə deyim ki, həm universitetdə, həm Heydər Əliyevin Hərbi İnstitutda təhsil alanlar, onların kifayət qədər imtiyazları var. Onlar həm təqaüdlə təmin olunurlar, həm onların ailələrinə hansısa müavinətlər ödənilir. Eyni zamanda onların müəyyən yığımlar müəyyənləşib ki, onlar zabit kimi xidmətə başlayana qədər onların hesablarına hansısa vəsait yığılır və onlar zabit kimi xidmətə gedəndə həmin vəsaiti ala bilirlər. Bundan əlavə yenə deyirəm, hərbi sahəmiz bizim elə sahədir ki, bu günləri qalib ordunun, qalib silahlı qüvvələrin zabiti olmaq, əskəri olmaq bu bir şərəfdir. Bu nöqteyi nəzərdən mən gəncliyimizi səsləyirəm ki, onlar indi ixtisas seçəndə, gələcəkdə öz peşə yönünü müəyyənləşdirəndə düşünsünlər. Düşünsünlər çünki
Azərbaycan Silahlı Qüvvələrinin zabiti olaraq mən çox şərəf duyuram və həmin gəncliyi də bizim gələcək gəncliyimizi, o yetişən gəncliyimizi mən bu sahədə, hərbi sahədə görmək istəyirəm. İstər onlar indi ola bilər seçimləri var, həkim kimi, istər zabit kimi, istər mühəndis kimi, istər digər artillerist kimi və s. yetişmələrinə. Amma bununla yanaşı şübhəsiz ki, hamı da hərbiçi ola bilməz. Çünki orada yararlılıq dərəcələri var, tələblər var, sağlamlıq var və s. və ilə axır var. Vətənpərvərlik anlayışı da təkcə hərbi mundir geyib əldə silah olmaq deyil. O gənclik hansı istiqamətdə, hansı peşəni öyrənirsə, hansı ixtisası yiyələnirsə, əsas odur ki, onu ürəkdən mənimsəsin. Və hətta bizim belə deyək ki, belə pinəçi olsa belə xidmət göstərirsə, onu ürəkdən eləsin. Onun özü ürəkdən eləyirsə, elə vətənpərvərliyi odur. Mühəndis olaraq tikdiyi qurğunu ürəklə tikirsə, elə vətənpərvərliyi odur. Həkim olaraq əgər o xəstənin keşiyində ürəklə dayanırsa, vətənpərvərliyi odur. Ona görə də hər kəs öz sahəsində peşəkar olarsa və işini sevərsə, o xidmət verdiyi şəxslərə öz xidmətini çox belə istəklə, sevgi ilə təqdim edərsə, bax, vətənpərvərlik budur. Bu nöqteyi nəzərdən də, yəni insanların seçim öz əlindədir və şübhəsiz ki, təkrar olaraq bir də geri dönüş edirəm ki, indi onlar gələcəkdə hərbi xidmətdə qalıb, zabit kimi, gizir kimi, miçman kimi xidmət etmək istəməsələr belə, amma mütləq qaydada müddətli həqiqi hərbi xidmət keçsinlər. Çünki o müddətli həqiqi hərbi xidmət onlara bir ildə, ali təhsillər üçün bir il, digərləri üçün bir il, 6 ay müddətindədir xidmət. O 1 il və 1 il 6 ay müddət onlara o kişilik məktəbində çox böyük bir təhsil verəcək, onlara bir həyat dərsi verəcək ki, heç vaxt onlar onu unutmayacaqlar və həqiqətən də deyəcəklər ki, nə yaxşı ki, mən vaxtında gedib xidmət etdim. Doğru qeyd etdiniz Füzuli müəllim. Çox sağ olun, biz sizə təşəkkür edirik, gəldiniz, bizim efirimizdə iştirak elədiniz. Mən də sizə təşəkkür edirəm dəvətə görə və belə bir maraqlı mövzuya müraciət elədiyinizə görə çox sağ olun və tamaşaçılarımıza da təşəkkür edirəm. Sağ olun. Sağ olun. Hörmətli izləyicilər, bununla da sizlərə sağollaşırıq. Gələn yayımlarda görüşənədək.